Həzrət Əlidən üstün bir dənə peyğəmbərdir. Bütün yaradılışda. Həzrət Əli əleyhissalamın bir səhabəsi idi, Muaviyyənin məclisinə gəlir. İndi nə üçün gəlir, necə olur, mən bilmirəm. Nəsə işi olur, gəlir. Bu məclisə daxil olanda Muaviyyə də öz ətrafı ilə oturub, buna deyir ki, mənə Əlidən danış. Bu səhabə deyir ki, bu məclis Həzrət Əlidən danışmaq yeri deyil. Bilir ki, onun düşmənidir, ətrafdakılar düşməndir. Onun yanında düşmənini necə tərifləsin? Qorxur ki, bir hörmətsizlik olar. Deyir ki, məni üzürlü say. Təkid edir ki, yox, mən istəyirəm, mənə Əlidən danışasan. Onu mən oxumuşam, bir vaxt çox yaxşı vəsiflər eləyir Həzrət Əli haqqında danışır. Mən daha o hissəsini danışan vaxt çox gedər. Deyir, bir yerə gəlir, çatır ki, deyir, mən bir gün Əlini gecə vaxtı hamı yatandan sonra ibadət mehrabında gördüm. Gördüm, yətəməlməlu təməlmüləs-səlim. İlan vurmuş adam necə qovrular? İlan vurmuş adam kimi qovrulur və əlini tutub mübarək saqqalından ağlayır, deyir, gözünün yaşı saqqalını istadıb və ağlaya-ağlaya deyir ki, ah, min qilləti zad və tulit təriq. Deyir, Əli əleyhissalam deyir ki, ah, yolun uzaqlığından və əməlin azlığından. Bunu Allahın şiri, Allahın aslanı, bütün övliyaların ən üstünü, Peyğəmbərdən sonra fəzilətdə ona bərabər insan yoxdur. Bunu hamı qəbul eləyir. Bunu hamı başa düşür. Bu şəkildə deyir, münacət. Mən bunu danışanda birdən baxdım Muaviyyəyə, gördüm Muaviyyə də ağladı. Gördüm ki, paltarının ətəyindən gözünün yaşını silir. Ondan sonra ağlaya-ağladı ki, həqiqətən dünya da Əli kimi bir adam dünyaya gətirməz. Yəni, o bir dəfə oldu.